Qatardır bu, qatar, elektrik qatarı. Bir şəhərdən o şəhərə gedir. Görün qatara nə rəng vurublar və qatar nə haldadır. Elə bugünkü Rusiyanın halındadır, baxın. Следующая остановка Речина. Осторожно, двери закрываются. Bax, istehsal elədiyi maşın nə gündədirsə, özünün həyat tərzi nə gündədirsə, o göl nə gündədirsə, turistin o əxlaqı nə gündədirsə, ondan gələn iyi hansı belə xoşa gəlməz ifunətdirsə, qatar da o gündədir. Amma bu mənzərə taxta başın çox xoşuna gələ bilər. Hayf gör, bilərdik o elektriskiyə. Gedərdik, sən necədir? İyiyə. Dezodorant da yox idi o vaxt, adikalon da yox idi. Minirdik bir-birimizin belinə, gedirdik, düşürdük. Sonra ayaqla 30 kilometr bağa gedərdik. Bağda bir dənə belə sınıq, belə stol üstü futboldan filandan düzəlmiş bir şeydə, qumun içində və mən də Bakını deyirəm də, mən bütün balaca bir əhvalatı göz qabağına gətirirəm də. Orada siz necə, axşam çörək yoxdursa bitdi, işıq da közərir orada, bilmirəm şeydir. Bütün evdə, tualetdə hər yerdə işıq söndürərlər ki, bəlkə televizorun ekranı açıldı, bəlkə orada baxdıq, gördük, nəsə görə bildik o ekranda, hara gedirsən, o siz necə. Hər şey pis, hər şey belə ki, amma onun xoşuna gəlir bu.